deyək ki, px çox hərlisini x-3 ifadəsinə böldükdə qalıqda 9, x-4 ifadəsinə böldükdə isə qalıqda çalınır. Px çox hərlisini deməli, bunların hasilinə, yəni x-3 və x+4 hasilinə böldükdə alınan qalığı tap deyil bizə uşaqlar. Deməli, deyirik ki, birinci sıfırlarını tapaq. Bax, ifadəni böləndə qalıqda 9 qalır, px x-4-ə böləndə qalıqda çalınır. Birinci bunun sıfırlarını tapıram. x-3-ün sıfırı nədir? Yəni, o ifadəni sıfıra çevirən 3-dür. x+4-ün sıfırı da -4. Sonra gətirdik yerinə qoyduq. P 3-də 9 almalıdır deyir. Deməli, x-in 3 qiymətində qalıq olan o 9 almalıyıq deyir. -4 qiymətində də 2-ni almalısan deyir. Bu da px funksiyası da, bax, px funksiyası da nədir? A, x üstə gələk B şəklində olan xətti funksiyadır. Normalda danışdığımız adi x üstə gələk B şəklində olan funksiyadan danışır. Deməli, məndən də həmən hasilinə bölükdə alınan qalığı, bizdən qalığı istəyir. Deməli, bu şəkildə yazsaq, biz px üstə gəlsin, ax üstə gəlsin B şəklində bir dənə təlniyə alacaq, yəni xətti funksiya alacaq, cavabımız olacaqdır. Getdik. Deməli, bu sistem şəklində yazıram. Bundan danışıram. Deyir ki, cavabı 9 olacaqdır. Bax, cavabı 9 olacaqdır deyir. 3 qiymətdir. Deməli, 3A üstə gəl B. Deməli, 2 bərabərdir. -4A üstə gəlinsin B. Tərəf-tərəfə qaçanda bundan bunu çıxdım. Qaldı 7. Çünki funksiyanın cavabı 2-dir. İfadəmiz də budur da. Deməli, tərəf-tərəfə çıxanda aldım 7A. Buradan alıram A bərabərdir nəyə? 1-ə. A-nı aparıb yerinə qoyuram. Hansını istəsən, sistem təhlil kimi də. A-nın qiymətini məsəl üçün burada yerinə qoyuram. Buradan alınan B bərabəriymiş 6-ya. İndi bu funksiyanın özünü düzəldirəm. A üstə gəlsin B şəklində deyildi. A-sı 1-dir. 1x-ə vuranda x üstə gəlsin B. B-nin qiyməti oldu 6. Cavab oldu B mənim. Polinomdur uşaqlarım.